Mingəçevir Kür Hazırlıq Mərkəzi müəllim və dinləyiciləri ilə birlikdə fən festivalı keçirib. Festivalın keçirilməsində məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin bilik və bacarıqlarının sistemli şəkildə inkişaf etdirilməsi olub. Sərgi şagirdlərin bilik boşluqlarının aradan qaldırılmasına, onların fənlərə marağının artırılmasına və tədris proqramını daha yaxşı mənimsəmələrinə xidmət edir. Şagirdlər müxtəlif fənlərdən hazırladıqları təcrübələr, kiçik dialoqlar, maraqlı fəaliyyətləri ilə öz bacarıqlarını nümayiş etdiriblər. Sərgidə çalışqanlığı ilə seçilən şagirdlər diqqəti cəlb edib. Hər bir şagird öz mövzusu ilə bağlı məlumat verib və müəllimlərini maraqlı suallarla təəccübləndiriblər. Burada daha çox dəqiq fənlər üzrə, kimya, biologiya, fizika, riyaziyyat fənləri üzrə olan eksperimentlər, ondan sonra oyunlar göstəriləcək və həmçinin də humanitar fənlərdən təbii ki, dil ədəbiyyatla bağlı yarışmalar, tarixlə bağlı şahidlər arasında, fənlər arasında yarışmalar təşkil olunacaq. Şahidləri həvəsləndirmək, motivasiya etmək məqsədi daşıyır. Belə deyək də, təhsilə şahidlər arasında fayda töhfə vermək istəyirik. İnşallah uğurlu olarıq. Hər kəsə də təşəkkür edirəm. Qeyd edək ki, festival həm maarifləndirici, həm də yaradıcı düşüncənin inkişaf etdirən bir tədbir kimi qiymətləndirilib. Tədbirin sonunda müəllimlər şagirdlərin fəallığını yüksək qiymətləndirərək onlara təşəkkür ediblər. Elvin Qudrətov, Rahim Məmmədov, Bugün informasiya proqramı üçün.